görünür olmaq haqqında danışırdıq. Bəzən ondan nə qədər çəkindiyimizdən, görünür olmağın sanki bizə zərər verə biləcəyini düşündüyümüz adına və ya hələ ona hazır olmamaqda məsələsi var da, yəni ki, bu və ya digər şəkildə istəmirik müəyyən bir şeylər eləmək. Bəzən də elə bir an gəlir ki, özündən asılı olmadan baxırsan ki, artıq belə bir hala dönüşmüsən və kənardan baxan, səni uzun zamandır izləyən, görən də artıq sənin o rahatlığını görəndən sonra düşünür ki, elə bu adamın arzuladığı elə buymuş ki, ya bir dənə ağlınıza gəlsin də, məsələn, həyatın ciddi dönüm nöqtələrində bəzən deyirlər, adətən qadınlar haqqında işlənilən bir sözdür. Bəlkə kişilər haqqında da deyilir, bilmirəm. Filan bir şey onu dəyişdi. İstəmirəm çox dərinə getmək. Yəni, nədənsə o cümlədə ifadə edirlər. Çünki filan məsələ başqalarına çox mənfi yönümdə də dəyişdirə bilər, daha mənasız bir hala gətirə bilər. Ona çox elə bir sanki yaxşı da, pis də bizim insanlar ya özlərindən qaçmaq üçün, ya özlərinə təsəlli vermək üçün adətən başqalarına çox diqqətli baxmağı xoşlayır bəlli mövzularda. Adətən qazanılan pulun özgüvəni, özünə inamı daha cilaladığı və insanı tamamilə dəyişdirdiyi, yaşadığı xoş günlərin, yağbal içində olmağın, qaymaq kimi bir həyata qovuşmanın, başqa bir insana gətirdiyi hər hansı bir dəyişkənlik başqasını həm qısqandıra bilər, həm də xoşhal olmasına səbəb ola bilər. Başqasının uğruna sevinmək, başqasının xoş gününə sevinmək də hər adamın həzm edə biləcəyi bir şey deyil. Bəzən insanın dostları belə, ən yaxınları belə istəmir onun xoşbəxt günündən, daha xoş bir hala çevrilməsindən. Nədənsə pis hala gələndə sanki ona acıyır, dırnaq içində. Vah, 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 qıraqdan belə deyir, başqalarına bu cür anlatımlarda bulunur, amma yaxşı bir halına da əslində var bizdə elə şeylər. Yaxşı bir hala gəlib. Demirəm hansı kəlmələrlə ifadə olunur, amma deyilir də, yəni tamamilə özünü aşıb, başqa bir ab-havaya girib. Yəni bunu da tökəzləsə, ayağı takılıb yerə düşsə, rahat olaram da. Yəni o ədayla sanki o ab-hava hiss olunur hər o mənada danışan adamda da. Normalda belə ab-havada olanlar haqqında deyirlər ki, o öz sərhədlərini aşıb, sən aşa bilməmisən deyə ona belə danışığında, nitqində ona olan həsəd sanki ön planda daha çoxdur, nəinki onun yaxşı halına sevinməyin. Paxıllıq sezdirəm də, yəni niyə belə olmalıdır ki? Biraz da arada özündən danış da, öz uğuru, uğursuzluqlarına, başqalarını hər daim hər yerdə müzakirə edirsən. Başa düşdük. Səni də axı eləyirlər başqa yerlərdə müzakirə. Sənə xoş olur o müzakirələrdən qulağına bir şeylər çalınanda, ya hər daim başqalarının dediyi bir söz var, mən başımı aşağı salıb işimi görürəm, amma o durum tam olaraq elə də deyil də. Hamı başını salıb aşağı işini görür. Bəzən başını aşağı salıb işini görmək belə yetmir də. Yəni sən bir növ özünü savunma halında olmalısan, müdafiə halında olmalı olsan bəzi şeylərdə. Ən azından öyrəşənə qədər, kafaya takmayana qədər. Sən xoşbəxt edən bəlli məqamlara ərtəliyib çatmadıqca və hər daim, hər gün eyni şeylərlə mübarizə apardıqca bir növ sənin o normana çevrilir də. Həmin o toksik mühitdə artıq var olmağa öyrənirsən. O cür danışırsan, o cür davranırsan.